Yaz ayının ən gözəl səbətlərindən birini tamamladıq. Premium Gəncə bazarlığı. Tərkibində ən super, ən gözəl məhsullar var. İndi sizə təqdim eləyək. Deməli, bir ədəd qəşəng qara quzumuz var səbətimizin tərkibində. Bir dənə çəpişimiz var, farel balığımız var. Məhsulların hamısının demək olar ki, gözü yığılıbdır. Quzunun ayağında da qara manşeli saxlanılıb. Dana belətindən hazırlanan bastırmamız, təmiz kənd çolpasının hissə verilmişi var. Əsl təmiz kənd çolpasının. Sonra burada varımızdır qəşəng iri xoruzlarımız, kənd xoruzlarıdır. Əsl təmiz kənd çolpalarımızdır. Yerli sort danamızın sümüksüz qara tikə ətidir, göy kətəsidir, qarışıq Gəncə göylərindən hazırlanır. Qəşəng nübarlıq qara moruqdur. Çovdar ununun çörəyi var burada, şirin nazik çörəyimiz var, yuxalarımız var burada. Gəncə göyərtisi var, 2 komplekt, ayrıca 5 ədəd də tərxunumuz var. Şəmkirin yerli çiyələyi, dədə-baba 40 günlük, sonra qəşəng şirin sulu ərik, yerli limon, göycəmiz var burada, əsl təmiz göycə, rozivi pomidorumuz, nübarlıq qarpızı yemişi, ceri pomidoru, qəşəng öküz ürəyi gilası, 2 cür gilasımız var burada. Sonra qəşəng şaftalısı, nektarini var. Nazik qabıq, yerli şirin bibar, həm şirin, həm acı, badımcanı, təzə lobyası, xiyarı, pomidoru, közdə pişən paxlavası, dağ çiçəklərimiz var burada, qarışıq, kənd yumurtamız və bu cür bükülübdür. Qəşəng sahə qulançarımız var səbətimizin tərkibində. Sonra burada varımızdır təbii nanə suyu, təbii gülafımız var. Tut bəhməzi var, it burnu şirəsi var, əsl təmiz alma sirkəsi var. Qəşəng təzə Təbriz yarpağı var, mürəbbələrimiz var. Burada varımızdır yasəmən gülünün mürəbbəsi, ən qeyri-adi mürəbbələrdən biridir. Ərik və təzə qızıl gül mürəbbəsi var. Turşularımız çeşidbə-çeşid. Növbə-növ ləpə çeşidlərimiz var, xurmasından tutmuş meyvə qurusuna kimi. Qəşəng iri kişmişi, qara, həm ağ, həm qara kişmişi, Hind qozunun qovrulmuşu var. Dədə-baba çinar şokoladımız var burada, tərkibi xalis ballandır. Ramka balımız, süzmə balımız var səbətimizin tərkibində. Sonra ağartı məhsullarından hər şeyi dəndən seçilibdir, yığılıbdır. Keçi pendiri, inək pendiri, qoyun pendiri, hamısı təzə pendirlərdir. Xalis qatıqdan hazırlanan nəhrə yağı, camışın nəhrə yağı var. Nəhrənin şoru var burada, yağlı şorumuz var. Sonra qəşəng camış südünün üzündən yığılan qaymağımız var, bir qazan camış qatığımız var, Gəncə döyğamız, motal pendirimiz. Demək olar ki, hər şeyin gözü yığıldı və bugün müştərimizə təhvil veriləcəkdir. Elə bir bazarlıqdır ki, burada hər şey dəndən seçilib, işlənilibdir və müştərimizin xüsusi istəyi ilə hazırlanıb.